qoşulmayıb uşaqlar. Sinüs qoşulub. Qəbul eləmədim axı onu. Həmişə qoşulurdu. Aha. Kayd edirəm. Dərsi kaydı açdım. Gəldim 3-cü suala. Bax, indi bura gedirəm. Nöqtənin əvvəldə way verib. Aha, yaxşı. Yol deməkdir. Təkdədir. Xəbəri nə olmalıdır? Tək. Esli olanlar olmalıdır da. Xəbəri razısınız. Esli olanlar. Essizlər cəm xəbərdir. Aynən B-ni atıram. Bu votu unutmayın. Votdan əvvəldə isim olmaz. Sonra ola bilər. Amma əvvəlində isim ola bilməz. Yəni way isimdir. İstər canlı isim olsun, istər cansız isim. İsim olmaz votdan əvvəldə. C-ni də at. Qaldın ikisinin arasında. Xəbər tək olmalıdır. Tək xəbər deyil. Bunu da at. Cavab olsun D variantı. Stories. Votdan əvvəldə isim olmaz. At geçsin. B qalsın. B-də hələ ki bir problem görə bilmirəm. Stories sözü ilə. Votdan əvvəldə isim olmaz. Bizdə stories idi. Pupil yazılmışdı ora. Nə yazılmışdı? Stories yazılmışdı. Cəm isim. Cəm isimə makes tək xəbərlərini də qoya bilmirik biz. Xəbərimiz tək olmamalıdır. Çünki bizə storiesi cəmdə yazıb. Cavab olur B variantı. Biraz sizi işlətdirək. 5. 5. Yenə stories. Sizcə cavab nədir? 5-in cavabı nədir? Aha, deyirsiniz ki, A variantıdır. Baxaq, stories cəmdədirsə, birinci mübtəda ilə xəbəri uzlaşdırın. Həzlər yaraşmır ona, avtomatik gedir və bu lap asan. Bu what isimlə işlənmir, bunu qəbul edin. Baxın, what sonra isim gələ bilər. O sual əvəzliyidir, o ayrı. Məsələn, what-dan sonra nə bilim, what countries deyə bilərik. Amma what-dan əvvəldə isim ola bilmir. Bu olar, amma bu what-dan əvvəldə olmur. Bunu heç vaxt unutmayın, bu çox vacib nüansdır. Buna okeyəm. Amma countries what deyə bilmərəm ortada. Buna okey deyiləm artıq. Bunu unutmasanız, bu sizə çox kömək eləyəcək cavablara. Buna üçün qarşıyam mən. Çünki what isimlə işlənmir. İstər canlı olsun, istər cansız. Yerdə cavab olur A variantı. Gedək 6-cı suala. Mən. Mən canlıdır da, canlı adamdır da bu. Bu which dəxi canlı ilə işlənmir. 2-ni ataq. İkiləri variantlardan da neyniyək? Göndərək. Demək ki, bir ortaqdır. Biri götürəcəyəm. Bu birbaşa feil. Sonra qaldıq 3-dən 4-də. Dedi, yaxı did you-nun qabağına keçə bilməz. Sual cümləsi kimi ola bilmir daxı budaq cümlə. Sual bu budaq cümlə düzəldirik də biz. Bu sual cümləsi kimi ola bilmirdi. Complete sentences-də atırdıq. Burada da atacağıq. Cavab olacaq 1, 3. Deyirsiniz ki, burada niyə heç bir əvəzlik qoymadınız araya? Araya o vaxt heç bir əvəzlik qoymaya bilərik ki, əvəzlik yəni whichdir, zətdir, who'sdur, whomdur. O vaxt qoymayın ki, birbaşa ayrı bir şəxs əvəzliyi gəlsin. Özünün mübtədası var, özünün əvəzliyi var, ekstra bir əvəzlik də gəlməyə bilər. Heç bir problem yoxdur. Cavab olur 1, 3. Yəni burada V olmasaydı, təkcə met olsaydı götürməyəcəkdim. V var deyənə götürəcəyim cavab olacaq 1, 3. Gedirəm neçənci suala? 7-ci suala. Designs, dizaynlar. Aha, görürsünüz ki, cəmdədir. Cəmdədirsə xəbəri də nə olmalıdır bunun? Cəm olmalıdır, düzdür? Xəbəri cəm olmalıdırsa, bu was xəbəri buna getmədi. Bu üçləri neynirəm? Atıram. Bir nədirsə doğrudur, presented. Ondan sonra qaldıq ya 2 ya da 4. What da isimlə işlənmir. İsmi qoymuruq. Onu da atırıq, cavab olur 1, 2. Başqa heç bir problem yoxdur. Bu feili sifət 2 oldu. Ona görə presented'i götürdük. Sonra davam edirik 8-ci ilə. Alfabet. What isimlə işlənmir. At geçsin. Alfabet cansızdır. Who da getmir buna. At geçsin. Alfabet təkdədir. Özə cansızdır. Whom da getmir. At geçsin. Qaldın ikisinin arasında. Bax, bu veya olması üçün veyədən əvvəldə, baxın, veya strukturu belədir. Veyədən əvvəldə məkan gəlməlidir. Bir məkanın adı. Tək başına o da yetmir. Dalınca isə mübtəda gəlməlidir. Yəni, mən bura V-yə həm bu alfabet məkan yeri olmalıdır, nə bilim, kafe, restoran, school, hər hansı bir yerin adı olmalıydı. Həm də özündən sonra burada da mübtədası olmalıydı. Heç biri yoxdur. Cavab oldu D variantı. 9-cu suala gedirəm, onu sizdən soruşacağım. Story sözü nədir? İsim cansızdır da, who'ları at.
What isimlə işlənmir ad. Story təkdədirsə xəbəri də nə olsun tək. Biz bilirik ki, eşsiz olanlar, helpin sonunda es yoxdursa cəm xəbərdir. Atıram, avtomatik cavab olur A variantı. İndi 10-cu sual sizdədir. Pəs, yol, cığır. Yaxşı, neyniyərsiniz? Xəyal kimdir? Xəyal afaqdır, afaq. Bizdəndir, şagirdlərimdəndir. Narahat olmayın, onlayndan, TikTok'dan deyil. Özümüzünküdür. Deyirsiniz ki, A variantıdır. Ne? Ay uşaqlar, bu veya yoxdur, veya. Veyadən sonra mübtəda gəlməlidir. Mübtəda sonra which olmalıydı. Ona görə A deyil. Which-də isə pəs xəbəri təkdə olmalıdır. Lidi burada cəmdə yazıb. What pəslə işlənmir. Birbaşa xəbər gəlmirdi. Araya bir əvəzlik girməlidir. D də deyil. Cavab olur Y variantı. Sonra gedirik 11-ə. 11-ci sualda deməli, Greek sözü isimlə işlənmir. What, at getsin. Təkdədir. Word xəbəri olmaz. At getsin. Baxın veya. Veya da həm məkan olmalıdır. Bu söz məkan deyil. Həm də ki, burada mübtəda olmalıdır. Bu da deyil. Bu insan da deyil. Ona görə who'za da ehtiyacı yoxdur. Cavab olur Y variantı 11-ci sualda. 12-də baxın, mosque, məscid. Aha. Baxaq görək neyniyə bilirik. Məsciddə neyniyə bilərik. What isimlə işlənmir. At getsin. When zaman olmalıdır qabaqda. Məscid zaman deyil. Hər hansı bir zaman zərfi deyil axı. When üçün zaman da axı. When nə vaxt deməkdir axı. İstifadə olunmur. When belə deyək, cansız da deyil. Cansızdır. Mosque burada cansızdır. Who canlı ilə olur. Bu da olmayacaq. İndi 12-də baxaq görək nə edirik. Ya A yazacağıq, ya B yazacağıq. The mosque hansı ki Tağıyev tərəfindən tikilibdir Tatarlar üçün hələ də funksionaldır. Hansı ki dediyimiz üçün whichdir, cansızdır. Which-i nə ilə əvəz eləyəcəyik? Zərflə. Və ya niyə olmur? Çünki əvəzlik gəlməyibdir. Ona görə götürməyəcəyik. Cavab olacaq B variantı. Gedirəm 13-cü suala. Point sözü. İnsan deyil də bu. Who-mu ad. Point sözü isimdir. What isimlə işlənmir. Ad. Point hər hansı bir zaman da deyil. When zamanla olur. Ad. Gəldik indi D ilə Y-nin arasına. Let's go through the main points. Gəl gedək deyir əsas pointlərə, əsas nöqtələrə baxaq. Hansı ki professor onu leksiyasında qeyd götürübdür. Hansı kinə görə D variantı, Y variantı tərcümə ilə uyğun getmir. Niyə ki professor qeyd götürüb gedək ona baxaq deyə bilmərik biz. Cavab olacaq D variantı. 14-cü sual. Siz yazın görüm 14-ü. Mənim dərs çox çəkəcək. Nə bilim. 50-yə qədər biraz şeydir. 50-dən o yana 70-dən 20-dən tez sudur. 5 dəqiqəm alar. Movement. Movement insan deyil, hərəkət deməkdir. İnsanla işlənənləri atın. Məkan da deyil. Bəli, movement insan deyil. Bu who'lar hamısı insan olmalıdır qabaqda. What isimlə işlənmir. Movement hərəkət deməkdir. Bu və ya məkanla işlənir. Cavab olur C variantı. 15-ci sualda hill sözü. Aha, təkdədir özdə. Təkdədirsə xəbəri də nə olmalıdır? Təkdə olmalıdır. Və ya hill əslində məkanda gedir. Amma və yanı bura qoysam, və yadan sonra müftəda gəlməlidir. Burada gəlməyibdir, həz gəlib. Ona görə A-nı atıram. Hill insan deyil, who-nu da atıram. Who's-u da atıram. What da isimlə işlənmir atıram. Cavab olur B variantı. 16-cı sualda horn sözü buynuz deməkdir. Və təkdədir. Ar xəbəri getmir. Arları ataq. İnsan deyil, who-mu da at. What isimlə işlənmir. Bunu da at. Cavab olsun B variantı. 17-ci sualda ceremony. Seremoniya. İsimdir. What isimlə işlənmir. At.
Baxın, burada C variantını da götürmək istəyə bilərsiniz. Bax, were xəbərində gəlin ataq. Çünki seremoniya təkdədirsə, were xəbəri də olmayacaq. Bunu da atıram gedir. Baxın, veya olar. Çünki seremoniya yeri də göstərir. Amma veyadan sonra nə gəlməlidir? Müftəda. Birbaşa xəbər gələ bilməz. Müftəda gəlməli idi. Gəlməyib, o əvəzlik gəlməyibdir. Ona görə B-ni də atıram. Baxın, bu həzbində də nə gəlməlidir? Ya bunu bağlayan, bir-birinə bağlayan əvəzlik gəlməlidir, zətviç kimi. Ya da ki, hər hansı bir şəxs əvəzliyi gəlməlidir, mübtəda gəlməlidir. O da gəlməyibdir. Cavab olur D variantı. 18 sizdə. Hansı sualda A və B-nin fərqi nə oldu? Sualın nömrəsi. Sualın nömrəsini verin. Mən mesaj kutusuna gec qayıdıram. Çünki görmürəm mesajları. Nömrəsini yazın, qayıdacağım o suala. A və B fərqi nə oldu? Deyəsən 15. Qayıdacağam ora indi. Bir dənə 18-i tapın. What isimlə işlənmir. At geçsin. V'den sonra araya ne girmeliydi? Müfteda girmeliydi. Girmeyip. At geçsin. Burada da araya müftəda girməlidir. Ya müftəda olmadı və birbaşa fiil tap deyir, city is called belə gələ bilməz. Ya araya bu əvəzlik who, which, that nəsə girsin, ya da ki, şəxs əvəzliyi girsin, müftəda girsin. Bu da olmayacaq. How is called da tərcümə ilə uyğunlaşmır. Bir şəhər necə ki adlanır, nə bilim, Athena, bu dəxli belə yoxdur. How necə kimi tərcümə olunur. Hansı ki adlanır deyə bilərik. Cavab olar D variantı. Deyəsən 15-ci sualı deyirsiniz ki, 15-ci sualda nə ilə nəyin fərqi dediniz? Deyəsən B ilə A-nın, düzdürmü? Bir daha sualı oxuyun. Hə, A və B-nin fərqi nədir? 15-də. A-nın fərqi odur ki, V-dən sonra müftəda gəlməlidir. Qeyd götürün bunu. V-dən sonra müftəda olmalıdır. Birbaşa xəbər gəlmir. Burada birbaşa xəbər gəlibdir A variantında. Həs xəbəri gəlibdir. Müftədası gəlməyibdir. Biraz da qalxaq yuxarı, biraz daha sürət artıraq. Çay. Çay zaman deyil, ven qoyma. What isimlə işlənmir. Çay yer də deyil, veya qoyma. İzmit deyə birbaşa xəbər də gətirmə. Araya bir əvəzlik sal. Yer də deyil. Cavab olur 19-cu sualda A variantı. 20-ci sualda. Aha, keçi sözü gəlibdir. Düz deyə canlı deyə, amma ki insan deyil də. Aha, o zaman what isimlə işlənmir. İkini at. İkiləri gəlin ataq. Aha. Veya məkan da deyil də bu. Keçi məkan deyil axı. 4-ləri də at. Cavab olsun 1, 3. 1 ilə 3. 5 niyə olmadı? Çünki birbaşa xəbər gələ bilmirdi. Araya bir əvəzlik girməlidir. 21-ci sual. Qəşəng suallardan biri. Crop sözü məhsul təkdədir. Xəbəri də nə olmalıdır? Təkdə. Contain xəbərini cəmdə yazıb. A deyil. What isimlə işlənmir? At geçsin. Zaman deyil ki, mən B-ni qoyum. Qaldız C ilə Y-nin arasında. Baxın, burada müftəda da gəlibdir, xəbər də gəlib. Bunu götürə bilərəm. Birdən burada deyirsiniz ki, 5-i götürməyiniz. Bunun müftədası yox idi. Bunun müftədası var. Biz Y niyə deyil cavab? Sırf bu itə görə. Which is, onsuz da crop deyirsən də, sən məhsuldan söhbət gedir də, təzdən bir də onun adını niyə çəkirsən ki? Deyir, məhsul, hansı ki, insanların həyatını qurtaran məhsul. Dayonsa məhsul dedin də, təzdən bir də it niyə buna deyirsən ki, o zaman which-i demə. Cavab olur C variantı. Biz ikisindən birini deməliyik. 22-ci sualda instructions, təlimatlar, what isimlə işlənmir. Instructions cəmdədir, is xəbəri getmir ona. Are given-ın müftədası yoxdur, at getsin. Instructions məkan deyil ki, V-yə qoyun. V-yə harada deməkdir, məkan olmalıdır. Cavab olur C variantı. 23-ü də bir dənə eləyim. Elephants. Elephants fillər. What isimlə işlənmir. İkini atıraq. Hər zaman bunu görməyinizi istəyirəm birinci. Atdıq. Bu who'dan sonra, elephant who'la da işlənmir də. Who's insana aiddir. Həm də who'dan sonra isim gəlməlidir uşaqlar. Həm ona görə yanlışdır, həm də elephantla uyğunlaşmır. Bu 5-i də atdıq. 3-4 hər ikisində də var. İndi biz baxacağıq 23-cü sualda. Biri götürək yoxsa götürməyək. One of the elephants which we saw at the zoo. Hansı ki biz onu zooparkda görmüşdük. Heç bir problem yoxdur. Bunu da götürəcəyik. 1, 3, 4 cavab.
24 sizdə. Aha. Ne deyirsiniz 24'de? Deyirsiniz ki C variant. Villager kəndlidir, kəndli insandır, insan. Bunun qaydası var. Nəyin qaydası var? Bu ümumiyyətlə keçdiyimiz bütün qaydaların miksidir. Mübtəda xəbər uzlaşması, cümlə tamamlama, relativ əvəzliklər, üçünün birlikdə mixed formada çıxıb belə qoyublar qabağımıza. Üçünü bir arada bilməlisiniz. Dayanın görək. Bu villager insandır. What isimlə işlənmir. Ona görə atdıq. Who'dan sonra nə gəlməlidir? Who'dan sonra nə gəlməlidir? Who'dan sonra nə gəlməlidir? İsim. Gəlib isim B variantında. Gəlməyib. At getsin. Bu villager insandır, kəndlidir. Kənd demək deyil. Which'i də at getsin. Whom'dan sonra nə gəlməlidir? Whom'dan sonra da mübtəda gəlməlidir. Mübtəda gəlməlidir. Gəlib sizin D variantınızda mübtəda. Gəlibdir, gəlməyibdir. D-ni də cavab olur Y variantı. Burada qeydlər apararaq mövzunu öyrənmək mümkündür yəni. 25-ci sual. 25-ci sualda those, onlar. Bu onlar deyəndə insanları nəzərdə tutar. Çünki qəzetlər onlar üçündür, yəni insanlar üçündür. Yəni those deyəndə burada insanlardır. Və bu those cəmdədir. Bunun xəbəri də nə olmalıdır? Cəm xəbər. Yaxşı. Who'dan sonra nə gəlməlidir? İsim. Gəlibdir, isimin. Gəlməyib. At getsin. Xəbəri nə olmalıdır? Cəm olmalıdır. Nouns xəbəri cəmdir, təkdir, tək xəbərdir. Olmadı. At getsin. Who gəlib, xəbərim də cəmdə gəlib. Ola bilər. Zət gəlib, xəbərim təkdə gəlib. Mənə cəm xəbər lazımdır. Onlar deyirəm çünki. At getsin. Those zaman deyil, venə də ehtiyacı yoxdur. Zaman deyil ki, time deyil ki o. Ven üçün time olmalıdır. Cavab olur 25-ci sualda C variantı. 3-4 qaydanın miksidir bu qayda. Students cəmdə. Həz xəbəri getmir buna. Students şagirdlər insandılar. Bunlar which deyil. Who'dan sonra nə gəlməlidir? Yuxarıda qeyd etmişdim. Bir daha qeyd edirəm. Öyrənin də qeyd götürsəniz oturacaq mövzu. Who'dan sonra isim gəlməlidir. Gəlibdir sənə isim. Gəlməyibdir. At getsin. Nə qaldı bizim əlimizdə? Bunu da atmışıq, bunu da atmışıq. Bir qalıbdır B, bir qalıbdır Y. Ki, birbaşa xəbər gəlirdi belə. Yox, araya nəsə girməlidir də, araya nəsə girməli idi. Girməyibdi, heç bir əvəzlik girməyib. Araya mütləq bir əvəzlik girməlidir. Cavab olur B variantı. 27-ci sualda. Person, insandır. Zaman deyil ki, C-ni at getsin. Təkdədir xəbəri. Xəbər nə olmalıdır? Təkdə. Luç deyirəm. Look xəbəri təkdədir, cəmdədir. Cəmdə. Bu da olmadı. Whom'dan sonra nə gəlməli idi? Whom'dan sonra mübtəda. Qeyd götürün də, qeyd götürün. Qeyd götürün. Whom'dan sonra nə gəlməli idi? Mübtəda. Gəlibdir, mübtəda. Gəlməyib. At getsin. Həm də gəlməyib. At getsin. Ondan sonra bizdə nə qaldı? Bir qalıbdır Y-miz, bir də qalıbdır B-miz. B-də don't-dur, burada doesn't-dır. Bizə tək xəbər lazımdır. Don't cəm xəbəri göstərir, ona görə bu da yanlışdır. Cavab olur Y variantı. 28-i. Yorun görün beyninizi biraz. Bunu dərsdə işləmişdik. Yox, Xeyr, işləməmişik. Sən bunu sabahlarım onlar cırıntı gətirəndən sonra yazacaqsan qrupda ki, yenidən işləsinlər. Aha. Yaxşısınız, update oldunuz, tutdunuz deyəsən söhbəti. Biraz daha üstünə gedək. Person, insan, which olmur. Whom'dan sonra nə gəlir? Mübtəda, çürüdüm day bunu deməkdən. Whom'dan sonra gəlir mübtəda. Gəlibdir, mübtəda. Gəlməyibdir. At getsin. What isimlə işlənmir. Bu da bir qayda. Görün, hər dəfə bir qayda deyirəm. Bunları qeyd götürün. Getdi. Who'dan sonra nə gəlir? İsim. Gəlibdir, isim. Gəlməyib. At getsin. Cavab olsun Y variantı. Başqa heç bir çətin, heç nə yoxdur. Sonra gedirəm 29-cu suala. Görək niyə bilirik? Administrator. İnsandır da bu. Yaxşı.
İnsan ise niye which koyum ki? Which'i koymayacağım. İcazənizlə which'i buradan çıxardaq. Sonra başqa görək neyə bilərik? Humdan sonra mübtəda da gəlib, xəbər də gəlib. İnsana da hum gedər. Biri götürəcəm. O zaman bir olmayan da atacağam. Mübtədam gəlib, ondan sonra da xəbərim gəlib. Bunu da götürəcəyəm. Yəni birbaşa xəbər gəlməyib ki, mübtəda girib də araya. Giribsə, okey, götürərəm. İkini də götürəcəm. Qaldım 4 ilə 5-in arasında. Bir dəqiqə qatılmaq istəyən kimdir? Bilirəm. Yunis, hardasan sən, Yunis? 1, 2 götürdüm. Qaldıq 4 ilə 5-in arasında. Aha, 4-də isə how'dur, necə? Necə bir vəziyyəti göstərir də. Bu tərcümə ilə uyğun gəlmir. Bu deyir yeni administratordur. Necə ki, muzey onu, hətta burada fail yazıb, fail işdən çıxartmaqdır, işdən çıxmağı ümid edir. Xeyr, bu iş muzeyin işə götürmək istədiyi administratordur. Necə bura tərcümə ilə oturmur. 4-ü də atıram. Cavab olur 1, 2, 5. 30. Neyniyərsiniz 30-da? Neyirsiniz? Yazın görək. Atın 1-2 dənə bildikləriniz var konkret. Onu atsanız cavaba gedəcəksiniz. 30. Az qaldı. Mövzumuz azdır. Sağ olun. Sağ olun. Dördünüz fabrika ayarlarına dönmüsünüz. People cəmdə. Buna nə xəbər yaraşar? Cəm xəbər yaraşar. Lives nə xəbəridir? Tək xəbəridir. Bunu bəri başdan gəl at. At sənin 3 dənə variantın geçsin. 2 hər nədirsə deyir doğrudur. 5 də hər nədirsə deyir doğrudur. Bu people which ilə getmir axı, bu canlıdır. Bu 4-ü də at. Şu da cavab 1, 2, 5. Əla. 31. Neighbor. Neighbor qonşu deməkdir. Canlıdır. Which olmaz. Neighbor zaman deyil. Vaxt deyil ki, mən when qoyum. Məkan yer də deyil. Qonşu deməkdir. Where də olmaz. Who'dan sonra nə gəlir? Çürüdüm day bu who'su deməkdən. Who'dan sonra isim gəlir. Gəlibdir sənə Y variantında isim. Gəlib. Yox. You əvəzlikdir. Gəlməyib. At getsin. Cavab olsun A variantı. Bundan sonra da mübtəda gəlməliydi. Gəlibdir. Götürdüm A variantı. Gedirəm 30 neçənci suala? 31-ci suala. Variantları görmürəm. Amma burada biraz iş görək. Deyirəm people, insanlar, hum da gələr, who da gələr. Humdan sonra mübtəda gəlməlidir. Gəlibdir, gəlibdir. Götürərəm. Bir problem görmürəm hələ ki. Humdan sonra birbaşa fiil də gələ bilər, mübtəda da gələ bilər. İkisi də doğrudur. Mübtəda gəlmiş hal da doğrudur. Götürəcəyəm, insanlarla uyğunlaşır. Birbaşa araya əvəzlik qoymadan ay əvəzliyini qoyaraq cümləni qura bilərəm. Burada da bir problem görmürəm. 1, 2, 3-ü hələ ki götürmüşəm. İnşallah ki doğru gedirik. Orada nə idi? İnsanlar idi da. Düzdür, insanlar idi. İnsanlar zaman deyil, 4-ə atıram. Zət onsuz da universal idi. Hər şeyini əvəz edə bilirdik. Zəti də götürə bilərəm. Neçə dənə saydıq onu da saymalıyıq deyəsən. 3 dənə oradan saymışıq. 4 dənə, bir dənə də buradan saydıq. Cavab oldu Y variantı. 4 dənəsi də doğru cümlələrdir. 33-cü sual. Children. Children zaman deyil. At getsin. Children humla işlənər, canlıdır. Humdan sonra nə gəlməlidir? Mübtəda. Gəlibdir, gəlibdir. Bir problem görmürəm. Who da birbaşa feil də gələ bilər, mübtəda da gələ bilər. Mübtədanı gətiribdir, yaxşı götürəcəm. Heç bir problem görmürəm. Zəti əvəz edə bilirik biz hər şeylə. Zəti də götürəcəyəm. Birbaşa mübtəda xəbər gələ bilərmi? O da gələ bilər, onu da götürəcəyəm. 4 dənə saydım. Cavab oldu B variantı 33-cü sualda. Gedək 34-də. Apartman. Apartman zamandır. Yox, zaman deyil. Apartman yerdir. When olmaz. 4-ü götürməyəcəyəm. 34-də mən 4-ü götürməyəcəyəm. Bizə saymalıyıq, eləmi? Aha. Zəti götürərəm. Bir problem görmürəm. Apartman cansızdır. Which-i də götürərəm. Aha. Bu 1-2 arasında qalmışam. Bunun fərqi nədir? Birinə it qoyub, birinə qoymayıb. Bu itə ehtiyac yoxdur uşaqlarda. Da bu itə ehtiyac yoxdur. Onsuz apartman demişəm də mən. Deyirəm ki, apartman hansı ki biz onu kiralamaq istəyirik. Da biz kiralamaq istədiyimiz apartman deyiriksə, da bir də itə ehtiyac yoxdur da. Təkcə ikini. 3 dənə saydıq. 3 dənə saydıq. 1, 2, 3. Cavab oldu Y variantı. 35. Kaptan. Kaptan. Kaptan insandır da bu. Which olmaz. What da olmaz. Humdan sonra nə gəlməlidir? Mübtəda gəlməlidir. Görək bizdə nə gəlibdir? Daniel Naz. Bu mübtəda deyil. Bu isim kimi gəlibdir bura. Bu mübtəda kimi gəlməyibdir.
Kim ki komanda, yox, kimin ki komandası turnu qazanıbdır, kimin ki qoymalıyıq. Yəni bu mübtəda deyil, isim gəlibdir. İsim gələndə nə qoyurduq? Who'dan sonra isim gələn budur da, cavab olur Y variantı. Biraz təhlükəlidir, orada timi tutmalısınız. İsim kimi gəlib, yoxsa mübtəda kimi? 36. Philosopher. Philosopher insandır da. İnsandır da bu. Which olmaz. Məkan deyil. Birbaşa belə feil gəlmirdi. Araya mübtəda girməli idi. Whom'dan sonra nə gəlməlidir? Mübtəda gəlibdir, mübtəda gəlməyibdir. At getsin, cavab olsun A variantı. Whose üstə gəl isim. 37. 37-ni sizə verək. Bu matters 3. Bu kimdirsə adamdır. Adı belədir. Matters'dır. Adıdır bu bunun. Özü tək adamdır. Bu bir insandır. Xəbərdə tək olmalıdır. 37-nin cavabı nədir? 33-də who'dan sonra isim gələ bilərmi? Qaydacam. 33-də who'dan sonra isim gələ bilərmi? Qaydacam. Bir dənə bu suala cavab verin. Çıxacam indi yuxarı. Who'dan sonra isim gələ bilməz. Heç nəyinə qaydım ki? Who'dan sonra isim gəlmir. Who'dan sonra İlqar ya birbaşa feil gəlməlidir, ya da mübtəda feil. İkisi də qəbul ediləndir. Təbii ki, nöqtədən əvvəldə canlı isim olması şərti ilə who'dan sonra ya birbaşa feil, ya da mübtəda gəlməlidir. Onu götürdüm, yaxşı qaydacam. Qaydacam, nəsə gözdən qaçıb yəqin ki. 37-ci suala baxaq. Sual neçənci sual dedi, onu da bir dənə qayda. 33-cü sualı. Aha, qaydacam indi ona. Gəlin bir də 37-ni həll eləyək. Bu təkdədir, ona görə ar xəbəri getməyəcək buna 37-ci sualda. Sonra məkan deyil, adamdır, bu V-də getməyəcək. What isimlə işləmir. Whom'dan sonra da mübtəda gəlməlidir. Gəlməyibdir bizdə. Ona görə cavab olur B variantı. Who'dan sonra isim. 33. Aha, 33-də harda isim gəlibdi? 37-ni bir başa düşmədim. Qaydacam 37. 33-də harda isim gəlibdi? İkincisində. Smith mübtədadır. Ailənin adıdır. Uşaqlar hansı ki Smith ailəsi onu Smith deyəndə bilirəm gülürsünüz. Hansı ki bu Smith ailəsi onu övladlığa götürübdür. Orada mübtəda rolundadır. İsim rolunda deyil. İsim rolunda deyil uşaqlar. Mübtəda rolundadır. Kiminki rolunda deyil. Sonra 37-ni kimsə dedi başa düşməmişəm. 37-ni bir daha izah verəcəm. Bu matris yoxdur, amma adamın adıdır. Adıdır da, bu şəxsdir, insandır bu. İnsandırsa özü təkdədir də bu adam. Ar olmur. Və ya məkan da deyil. What isimlə işlənmir. Whom'dan sonra mübtəda gəlməlidir. Y də olmur. Cavab olur B variantı. Ümid edirəm aydındır. 38-i yazın görüm. İlqar, who'dan sonra bir dənə 38-i yazın. Who'dan sonra, əziz uşaqlar, canlı isim varsa qabaqda, who necə işlənər? Who'dan sonra iki şeyə icazə verirəm. İki şeyə icazə verirəm. Nədir o verdiyim şeylər? Ya birbaşa feilin gəlməsinə icazə verirəm. Verirəm. Heç bir problem görmürəm. Ya da mübtəda xəbər olmasına icazə verirəm. Buna da icazə verirəm. Orada da nə yazılmışdı mübtəda xəbər kimi? The Smiths yazılmışdı da adopted. Mübtəda xəbər qaydasıdır da bu. Bu da doğrudur. Прямой adopted da deyərəm. Bu da doğrudur. Olur İlqar. Tutursan söhbəti, tutmursan. Yenə qaranlıq qalan bir məqam yoxdur. Əla. İndi sizin cavablarınıza gedək. Deyirsiniz ki, C variantıdır. Also müəllif. Müəllif canlı adamdır. Which-i at. Who'dan sonra isim gəlmir. Baxın, bu isimdir. Birdən deyirsiniz ki, bu mübtədadır. Baxın, bunun özü mübtədası üstə var. She likes-dır. Bu isimdir. Who'dan sonra isim gəlməz. B-ni at. Bax, buna icazə vermirəm. Belə books da birbaşa gələ bilmir. Araya əvəzlik girməlidir. Whom'da da araya əvəzlik girməlidir. Mübtəda girməli idi araya. Y də yanlışdır. Cavab olur C variantı. Who'dan sonra isim gəlmə şərti ilə götürürəm. Əla. 39. Company. Company nədir? Şirkət. Aha, insandır bu. Yox, deyil. A-nı at, who'su at. Who'lu nə var at. What isimlə işlənmir. Bunu da at. Aha. Employees burada mübtəda rolundadır. Birdən deyirsiniz ki, isim rolundadır. Mübtəda rolundadır. 39-cu sualda o zaman cavab olacaq. Baxaq görək, nə edirik?
Yox, nəsə səhv getdik uşaqlar, dayanın, tələsməyək. 39-cu sualda bir daha baxaq. Deməli, kompaniya, mən şirkətdə işləmişəm. Who, employees, işçilər deməkdir. Who-dan sonra isim gəlmir. Yaxşı. What da isimlə işləmir. Bunu da atıram. Mən şirkətdə işləmişəm. Niyə ki, işçilər eyni birlikdə olmaq, formada olmaq istəyirlər. Burada da heç vaya ehtiyac yoxdur. Employees burada işçilər anlamındadır. İşçilər birlikdə olmaq istəyirlər şirkətdə. Burada araya əvəzlik girməli idi. Bu da olmayacaq. Gəldik indi bura. Who's-dan sonra isim gəlibdir. Aha, bu biraz təhlükəlidir. Əslində burada kompaniyaya görə who-nu insan qoymaq istəmir. Bayaq o səhvə gedirdik. Mən deyir şirkətdə işləmişəm. Hansı ki o şirkətin işçiləri birlik olmaq istəyirlər. Ona görə burada B variantını götürə biləcəyik. Baxmayaraq ki, kompaniya cansız isimdir. Sadəcə who's-dan sonra isim gəldiyi üçün kompaniyaya görə yox, who's-dan sonra isim gəlmə şərtinə görə B variantını götürəcəyik 39-cu sualda. Bu da təhlükəli suallardan biri idi. Gedək 40-cı suala. Problems. Problems what isimlə işlənmir, atıram. How tərcümə ilə uyğun gəlmir. Necə? Bu problemlərdir. Necə ki, həlləri sadədir demirik, olmayacaq. Ondan sonra whom da işlənmir. Whomdan sonra cansız isim olmur. İndi cavab ya A-dır, ya da Y variantıdır. Yenə baxmayaraq ki, bu cansız isimdir. Kimin ki problemləri asandır deyə bilərik. Cavab olacaq Y variantı 40-cı sualda. Sonra gedirik 41-ci suala. Görək 41-dən inirik. House yerdir, məkandır, when zaman deyil, atırıq. What isimlə işlənmir, atırıq. House təkdədir, xəbəri də tək olmalıdır. Stand yox, stands olmalı idi. Bunu da atırıq. Ya B-dir, ya Y-dir cavab. How tərcümə ilə uyğunlaşmır. How walls are white deyə bilmərik. Biz ev necə ki, divarlar ağ rəngdir deyə bilmərik biz. How-dan sonra ümumiyyətlə isim gəlmir. Atırıq. Cavab olur Y variantı. 42-ni siz yazın uşaqlar. 42 asandır. 42 o qədər də çətin deyil. Place. Doğru cavab verirsiniz. Place yerdir. Who olmaz. Place isimdir. What olmaz. How demək olar ki, oturmur tərcümə ilə. Qaldıq B ilə C-nin arasında. Yenə də who's-a tələsməyin atmağa. Niyə atacağım who's-u? Who's-dan sonra isim gəlməyibdir. Ona görə atacağam. C variantda gedir. B-dən sonra mübtəda gəlməlidir. Gəlibdir. Cavab olur B variantı. 43-cü sual. Land, torpaq. Yazın görək necə yazacaqsınız. 43 sizdə. Deməli, land, torpaq, whom getmir, what isimlə işlənmir. Who'dan sonra isim gəlmirdi. Ona görə bunu da atacağam. Land həm də məkandır. Aha. How da istifadə olunmayacaq. Məkan olduğu üçün cavab olacaq. D variantı. Əla. Gedək 44-də. 44-də restoran. Restoran məkandır. Zaman deyil. Veni at. What isimlə işlənmir. At getsin. Whom canlılarla istifadə olunacaq. Restoran cansız bir yerdir. Qaldıq C ilə D-nin arasında. Məkandır və yəni qoya bilərəm. O vaxt ki, mübtəda gəlsin özündən sonra gəlibdir mübtəda. Ona görə də və yəni götürüb yazacağam. 45-ci sualda. 45-ə nə yazarsınız? 45-ə nə yazarsınız? Digər variantı görməyə ehtiyac yoxdur. Bunların içindən seçə bilərsiniz. Store. Store məkan, yer. Whom olmaz. Müftədası gəlibdir. Which-ə ehtiyac yoxdur. Artıq və-ya varsa which düşür yəni dövriyyədən. Və-ya özü müftəda ilə gəlibsə which-ə ehtiyac yoxdur. Why da tərcümə ilə olmur. Cavab olur C variantı. Gedək 46-ya. 46-da artıq time sözü var. Zaman var. Artıq zaman sözü gəldi. Zaman da qoya bilərəm.
What qoya bilmərəm, məkan qoya bilmərəm. How ilə isim yanaşı gəlmir, həm də tərcümə ilə uyğunlaşmır. Why ilə isim yanaşı gəlmir, bu da olmur. Cavab olur D variantı. When gedə bilir zamanla uyğundur. Ona görə 46 olur D variantı. 47-də days, gün, gün də bir zamandır. Günlər nə vaxt? Günlər zamandır. What isimlə işlənmir və ya məkanda deyil. Who'dan sonra insanda deyil. Ondan sonra qaldıq B ilə D-də. Zaman sözünü ifadə edən when varsa, which-ə ehtiyac yoxdur. Olmasaydı götürərdim. Artıq onu əvəz edən daha güclüsü gəlibdir. Ona görə də cavab olur B variantı 47-ci sualda. 48-ci sualda. 48-ci sualda moment. Moment nədir? An. An da bir zamandır da. Nə vaxt? O an, məsəl üçün deyirik. Həmin an. O da zamandır. İnsan deyil, at getsin. Məkan deyil, at getsin. Bununla istifadə olunmur. Zaman olduğu üçün D variantı votla da istifadə olunmayacaq. Sonra 49-cu sualda deyir, neçə dənəsi, how many answers, neçə dənəsi doğrudur. B, gün, gün zamandır. V ilə istifadə olunar. V-dən sonra da mübtəda gəlməlidir. Bunu götürərəm. Gün, məkan deyil. Bunu da götürmərəm. Ha, ay, rod, necəyə də ehtiyac yoxdur. Məkan da deyil. Birbaşa mübtəda xəbər də gələ bilər. Neçə dənə saydım? 2 dənə. Cavab olacaq 49-da B variantı. Bura qədər bir problem yoxdur. Bunu evdə də verəcəm, evdə də işləyəcəksiniz. Bu belə. İndi gəldik bundan sonraya. Bundan sonrası, bax bu 50-dən 70-ə qədər asandır. 2 dəqiqə işləyəcəyik. Yeni salınıbdır. Abituriyent jurnalında yoxdur, amma topluda var. Düşərmi? Zənn etmirəm. İnanmıram. Amma düşsə də ki, çox asan mövzudur. Dəhşət asandır. Yəni, vallahi düşsə yaxşıdır ki, tap yazarsınız. Nədir söhbət? Sizə desək ki, bir essential adjective clause var. Bir də non-essential adjective clause var. Essential nə deməkdir uşaqlar? Vacib. Non-essential nə olar? Vacib olmayan. Ya deyir vacib olan sifət bağlayıcısını seç, ya da vacib olmayanı seç. Vacib olmayan o deməkdir ki, mən onu cümlə içindən çıxartsam, cümlənin mənası dəyişmir. Vacib olan odur ki, cümlənin içindən çıxartsam, mənası dəyişir. Bu belə, yəni essential deyirəmsə vacibdir. Çıxartsam məna dəyişəcək. Mən necə seçim bunu testdə? Mənası vacib olmayanları vergüllə qoyur. Non-essentiallar, əgər cümlə içində vergül varsa, bu non-essentialdır. Əgər cümlə içində vergül yoxdursa, bu essentialdır, vacib olandır, vergül olmamalıdır. İndi sənə deyir, vacib olanı seç, essentialı, vergül olmayanları seç. Bax, görürəm ki, baxın, 3-cü cümlədə vergül var. Bu non-essentialdır. Ona görə mən 3-ü götürməyəcəm. 4-cüdə də vergül var. 4-ü də götürməyəcəyəm. Cavab olur 1 ilə 2 Y variantı. Bilirsiniz nə deməkdir bu? Hamısını vergüllə işləyəcəyik. Niyə bu non-essentialdır vergül olanlar? Bu elə bir əlavə bir məlumatdır. Mən bu vergül olan hissəni də çıxartsam cümlədən, mənim cümləmin mənası dəyişmir. Amma essential da mən götürüb buranı çıxartsam, bu cümlənin ağzı, burnu əyilir. Baxın, burada da mən götürüb bu which-dən sonra bu əlavə məlumatı silsəm, New college opens this week. Yeni bir cümlə. College bu həftə açılıb. Cümlənin mənası dəyişmir. Yəni, vacib deyil də bu. Amma buradakı isə vacibdir. Məntiqi budur. Bəs testdə necə tətbiq edirik? Vergül varsa non-essentialdır, vergül yoxdursa essentialdır. İndi gəldi 51-ə. Bir daha yazıram. Vergül varsa vacib olmayandır. Vergül yoxdursa vacib olandır. Vergül var. O zaman non-essentialdır. Biri götürdüm. Vergül varmı? Yoxdur. O zaman essentialdır. Baxıram, vergül varmı? Yoxdur. Birdən apostrofu vergül kimi görərsiniz. 3-ü də götürdüm. Yox, 3-ü də götürməyəcəyəm. Non-essential deyir. Vergül olandır non-essential. Vergül olan 4-ü də götürdüm. Cavab olacaq nə ilə nə? 1 ilə 4. Cavab olacaq 51-ci testdə A variantı. Bir şeylər oturdu, sizdə oturmadı. Müəllimə, biz bu dərsi heç bir qrupa keçməmişəm bu dərsi. Heç kəsə keçməmişəm. Son ana saxlamışam. Heç kəsə keçməmişəm.
Çətin, heç nə yoxdur. Vergül, başqa heç nə yoxdur. Kaş elə çıxsa. Vergül, vergül, vergül. Qaydanı bir daha yazıram və 52-ni sizdən istəyirəm. Non-essential, vacib olmayanda nə olmalıdır? Vergül. 4-5 dəfə bura vergül atın. Vergül olmalıdır. Essential da isə vergül olmamalıdır. Yəni vacib olmalıdır. Atmalıyıq bunu da. İndi səndən non-essential istəyir. Vergül olan cümlələri seç, cavabı de. Çətin, heç nə yoxdur. Keçiləcək qayda da deyil. Yəni elə bir şey yoxdur bu qaydada. Cavab C variantı. Vergülü var, var. Götürdüm. Vergülü yoxdur, atdım. Vergülü yoxdur, atdım. Vergülü yoxdur, atdım. Vergülü var, var. Götürdüm. Deməli, vergülü olan 1 ilə 5 non-essentialdır. Vergülü olmayanlar essentiallardır. Məndən də non-essential işləyirdi deyə də danışa da bilmədim. Cavab oldu 1 ilə 5 C variantı. Söhbət budur. Məntiqi də ondan ibarətdir ki, birdən deyəsən mən bu vergül nədir? Bu deməkdir ki, yəni mən bu vergül olan hissəni çıxartsam, mənim cümləmin mənası dəyişmir. Yəni bu elə də vacib deyil. Bu olmaya da bilər. Bu o deməkdir yəni. Amma bu vergüllə ayrılmayıbsa, mən götürüb bu cümləni buradan çıxartsam, cümlə əmələ gəlmir. Məntiqsiz bir şey olur. 53. Tap-tap işləyək. Essential. Essential nədir? Vergülsüzlər. 53. Vergülü var, yoxdur. Götür. Vergülü var, var. Bundan essentialdır. Vergülü var, var. At geçsin. Vergülü var, 5'i de at geçsin. 1, vergülü yoxdur. 1, 4. Y variantı olacaq 53-cü testdə. 54-ü də işləyim, 55 sizdə. Non-essential, yəni vergüllülər. Vergüllülər. Vergülü var, var. Götür. Vergülü var, yoxdur. At. Vergülü var mı? Var. 1, 3. İnanmıram düşər, nə bilim, hər şey ola bilər də, gətirib salıb da, yəni, valla düşsə yaxşıdır elə. Non-essential, vergüllü. Vergülü var, var, götürdüm. Vergülü var, yoxdur. Vergülü var mı? Yoxdur. Vergülü var, var. Non-essential vergüllülərdir. 1, 4. Bir dənə qarışdırmamalısınız. Olur 55-ci testdə. 56. Essential, vergülsüzlər. Vergülü var, at geçsin. Vergülü var, at geçsin. Cavab 1, 4. Olacaq 56-cı testdə. 57. Essential, vergülsüzlər. Yenə vergülü yoxdur. 1, vergülü yoxdur. 2, vergülü var, at. Vergülü var, at. 1, 2, A variantı. 58-də non-essential, vergüllülər. Bunu da bir dənə işləyim. Vergüllülərə baxaq. 1'i götürürəm, var vergül. 2'ni də götürürəm, var vergül. 1, 2, Y variantı. Bunlar da yox idi. 59'da non-essential, yenə vergüllü. Vergülü var, yoxdur, at geçsin. Vergülü var, götür. 2. Vergülü var mı, yoxdur, at geçsin. Vergülü var mı, var. 4'ü də götürürəm. Görürsünüz də yəqin ki, vergüllər 2, 4. Cavab olur D variantı 59-cu testi. 60. Essential, vergülsüzlər. 2'de vergül var, at. 5'te vergül var, at. Vergül yoxdur, vergül yoxdur. 3'te de vergül var, at geçsin. 1, 4. Cevap olur 60'da da Y variantı. 61. Essential, vergülsüzlər. Apostrof sizi aldatmasın ha. Vergülü yoxdur. 1'i götür. Vergülü var imiş. Götürmə. Vergülü yoxdur. 3'ü götür. Vergülü var, götürmə. Biz vergülsüzləri 1, 3. Cavab olur 61'de de A variantı. 62'ni yazın. 62, 63'ü görürsünüz. Yazın. 62 bu, 63 bu. Belə yazın, görün. 62 məsəl üçün bu, məsələn 63'də A. Elə yazın. – 62. Aha, elə yazın. Aha, savun. Elə yazın da şu düşəcək. Valla. Birinə deyirsiniz ki, bu B'dir, bu da deyirsiniz A'dır. Gəlin baxaq. Essential, vergülsüz, vergülsüzdür. Vergülü var, at. Vergülü var, at. Vergülsüzdür, götürürəm. Bu deyən bu apostrofu qarışdırmayın ha. 1, 4. Cavab oldu B variantı. Non-essential, vergüllü, vergülü var, götürdüm. Vergülü var, götürdüm. Cavab oldu A variantı. Digərlərində vergül yox idi. Əla.
63'e baxaq. Non-essential, vergüllü. Vergülü var, götürdüm. Vergülü var, götürdüm. Cavab oldu 1, 2, D variantı. Digərlərində isə yox idi. 63 essential, vergülsüzlər. Vergülü var, at. Vergülü yoxdur, götür. Bunun vergülü var. Bundan essentialdır. At. Bunun vergülü yoxdur. Cavab oldu 2, 4, Y variantı 65-ci sualda. 66-da essential, vergülsüzlər. Vergülü gördüm, atdım. Baxın, baxın, baxın. Vergül yoxdur, götürürəm. Vergül yoxdur, götürürəm. Vergül var, götürmürəm. 2, 3, Y variantı. Sonra gedək 67-yə. Yazın 67-ni və 68-i. Elə eləyim ki, 68-i də görün. 67 və 68-i nömrəli şəkildə yazın. Buna baxaq, çıxaq da. Yazaq 67 və 68. Başqa mövzu qalmayıb ki, onsa nəyə baxacağım ki? Topluda mövzu qalmadı. Deməli, burada non-essential deyirsiniz ki, bu B-dir, bu da deyirsiniz ki, D-dir. Baxaq, vergülləri götürəcəyəm. 1, bir də 4. Cavab oldu B variantı. Yaxşı. Non-essential vergüllülər 1, bir də 3. Cavab olacaq D variantı. Mikrofonlarınızı açmışam bu arada. 69-cu sualda essential vaciblər, vergülsüzlər, yəni vergülü var 3'ü at, vergülü var 4'ü at. Cavab olsun 1, 2, D variantı 69'da. 70'də isə vergüllüləri, Şeylada vergül var, 1'i götürəcəm. Bristolda da vergül var, 2'ni götürəcəyəm. 1, 2, A variantı olacaq. Bu da belə, yəni çətin, heç bir şey yoxdur ki,